Değerli tamaşaçılar, bir daha hamınızı xoş gördük. Bugün də mən Sadiq Sabərli növbəti canlı yayında siz dəyərli millətimizlə birlikdə olacağım və hər zaman olduğu kimi haqlarımızı qorumaq üçün nə etməliyik sorusu, düşüncəsi ətrafında sizlərlə söhbətləşəcəyik. Bilirsiniz ki, traktorun oyunu gedirdi və canlı yayın hər halda ona görə də gecikdi və biz də çalışacağıq ki, hər halda bizə ayrılmış bu zaman içində mövzumuzun məsələlərinə uyğun olaraq siz dəyərli millətimizlə söhbətləşək və birlikdə bir sıra məqamları yenə də gündəmə gətirək. Bu gündəmə gətirdiyimiz bütün mövzularla bağlı çox dəyərli insanlarımız bizə yazırlar, öz fikirlərini, münasibətlərini, təkliflərini, pişnahadlarını bildirirlər və bu həqiqətən də sevindiricidir ki, çox önəmli saydığımız və dəyər verdiyimiz insanlar Azərbaycanın və Azərbaycan türkünün qarşılaşdığı problemə biganə deyirlər və onunla bağlı hər hansı bir məsələ gündəmə gətirilirsə, ona öz münasibətlərini bildirirlər. Bu açıdan da hər halda biz çox sevinirik ki, bu dostlarımız müxtəlif verilişlərimizə münasibətlərini bildirirlər və həm də bu fürsətdən istifadə edib mən öz təşəkkürümü bildirirəm o dostlarımıza və o insanlarımız ki, bizə məlumat göndərmək istəyirlər, rica edirəm ki, hər halda bizim verdiyimiz o əlaqə və yaxud o kontakt bilgilərə əsasən o məlumatlarını, bilgilərini bizə göndərsinlər. Haqlarımızı qorumaq üçün nə etməliyik sorusu, düşüncəsi və fikri ətrafında biz müxtəlif mövzuları gündəmə gətiririk. Və bu mövzuların gündəmə gətirilməsində əsas məqsəd İran adlanan coğrafi ərazidə, yəni o siyasi coğrafiyada yaşayan Azərbaycan türklərinin vəziyyəti, durumu və bundan sonraki durumları haqqında daha ətraflı bilgi əldə eləmək və aparılan siyasətin mahiyyətini təhlil eləmək. Fars faşizminin Azərbaycan türkünə olan mövqeyini gündəmə gətirmək. Və burada çox önəmli məqam budur ki, biz əgər haqlarımızdan danışırıqsa və bu haqqın gündəmə gəlməsi, vətəndaş hüququ olaraq gündəmə gəlməsi, qanunlar çərçivəsində gündəmə gəlməsi və bunun gündəmə gətirilməsi olduqca önəmli məsələlərdəndir ki, çox sevindiricidir ki, bu məsələni artıq bütün baskılara rağmen gündəmə gətirən qüvvələrimiz, dəyərli şəxsiyyətlərimiz, ziyalı insanlarımız və millətinə, vətəninə, onun gələcəyinə daha ciddi yanaşan insanlarımız bu haqda ciddi fikirləşirlər və bütün o imkanları nəzərə alıb çalışırlar ki, Azərbaycan türkünün qarşılaşdığı problemləri, çətinlikləri və maneələri ortaya qoysunlar və hüquq çərçivəsində, qanunlar çərçivəsində bu haqların nədən ibarət olduğunu gündəmə gətirib və bu haqların verilməsini tələb etsinlər. Bu çox önəmlidir. Çox təəssüf ki, bəziləri çalışırlar ki, Azərbaycan türkünün haqları ilə bağlı gündəmə gətirilən bütün məsələlərə şübhəli yanaşsınlar və onu sual altına alsınlar. Müxtəlif açılardan baxırlar, heç bir vaqiyyətləri, heç bir şəraiti dəyərləndirmədən aparılan bütün əziyyətləri, aparılan bütün fəaliyyətləri
şübhə altına alırlar və bununla da çalışırlar ki, belə bir təqdimat, belə bir fikir irəli sürsünlər ki, Azərbaycan Milli Hərəkatının istəkləri çərçivəsində Azərbaycan türkünün milli və insani istəkləri çərçivəsində atılan addımlar hansısa başqa qüvvələrin və rejimin, yəni fars faşizminin apardığı siyasətin tərkib hissəsi və bu haqlarımızı gündəmə gətirən insanlar da onların sifarişlərini yerinə yetirirlər. Və bununla bağlı da müxtəlif kampaniyalar aparırlar, təxribatlar aparırlar və s. Bu onu göstərir ki, konkret olaraq İran İttihatı çalışır ki, milli və siyasi müstəvidə millət olaraq insan haqlarımızın çərçivəsində aparılan bütün fəaliyyətləri ləkələndirsin, ona ləkə vursun və belə şərböhtan atmaq siyasəti ilə milli hərəkatda bir parçalanma, bir çatışma yaratsın. Bu açıdan məsələyə daha kapsamlı, Azərbaycan məsələsinə daha kapsamlı, daha əhatəli, daha ətraflı baxmağımız çox önəmlidir. Biz ki, deyəndə haqlarımızı qorumaq üçün nə etməliyik və bu haqda necə düşünməliyik, necə addım atmalıyıq? Burada 35 milyon Azərbaycan türkünün taleyindən, onun vətənindən, torpağından, sərvətindən, gələcəyindən, keçmişindən, dilindən, ənənəsindən, mədəniyyətindən, kültüründən, musiqisindən söhbət gedir. Yəni, çox ətraflı, çox əhatəli bir proses və yaxud bir prosədir ki, bir millətin varoluşuna yönəlik bir prosədir. Sadəcə qısa müddətli bir məsələ deyil. Bu, bir millətin gələcəyinə yönəlik bir prosədir. Təbii ki, belə bir prosesi irəliyə götürmək heç də asan bir iş deyil. Nəzərə alsaq ki, fars faşizminin apardığı siyasət yalnız baskı, yalnız həbs eləmə, yalnız incitmə, yalnız inkar eləməkdir. Yəni, inkar eləmək istəyir. Bizə başqa hoviyyət verir, bizə başqa dil sırıyır, bizə başqa kimlik sırıyır və deyir ki, siz bu kimlik əsasında düşünməlisiniz, danışmalısınız, yazmalısınız, oxumalısınız, vətənizi bu əsasda tərif eləməlisiniz, öz kimliyinizə bu şəkildə münasibət göstərməlisiniz. Və belə olan halda bizim dilimiz də, musiqimiz də, mədəniyyətimiz də, vətənimiz də, Azərbaycanın bütün o sərvətləri də artıq bir qırağa qalır və fars ondan faydalanır. Bu nöqteyi nəzərdəndir ki, istənilən minimum haqlarımızla bağlı gündəmə gətirilən məsələlər çox önəmlidir. Keçənlərdə 21 fevral İsfəndin ikisi ilə bağlı bir çox kampaniyaları keçirilməsinin şahidi olduq. Ən azı ona cəhd oldu ki, müxtəlif mərasimlərin keçirilməsi üçün rejimin qanunları çərçivəsində, toplanma qanunları çərçivəsində, yəni bir ictimada və yaxud bir yerdə toplanma haqqından faydalanıb, o günü kutlasınlar. 21 fevral Dünya Ana Dili Günü olaraq kutlansın. Bunun üçün rəsmi müraciətlər oldu. Və bu rəsmi müraciət edən insanlara bir sıra baskılar uygulandı. Bəzilərini müvəqqəti olaraq həbs elədilər və bəzilərini incitdilər. Hər halda müxtəlif ittihamlar və s. Bütün bu prosesin içində həm də elə bir şərait yarana ki, kimsə və yaxud kimlərsə qıraqdan gəlib Azərbaycan Milli Hərəkatının stratejik
hədəfləri doğrultusunda atılan addımlara zərbə vurmaq cəhdi ilə bu kimin təşəbbüsləri sual altına aparmaları olduqca təhlükəli bir yanaşmadır Azərbaycan milli hərəkatına. Bu açıdandır ki, biz deyəndə ki, haqlarımızı qorumaq üçün nə etməliyik? 35 milyon Azərbaycan türkünün haqlarından danışırıq ki, bu 35 milyon dedikdə bunların hamısı öz haqlarının nə olduğunu belə bilmir. Bir çoxları öz haqqının nə olduğunu belə bilmir. Öz dilində belə danışa bilmir. Öz dilində yazıb oxuya bilmir. Öz hoviyyətini, öz kimliyini hələ tanımır. Özünə Fars, Arya kimliyi ilə bir tərif, bir anlayış verir. Bu açıdan biz çox diqqətli davranmalıyıq və bilməliyik ki, əgər bizim millətimizin varoluşuna yönəlik milli azadlıq hərəkatımız mövcuddursa, bu milli azadlıq hərəkatı dediyimiz hərəkat kapsamlı olmalıdır, əhatəli olmalıdır, əhatəsi çox geniş olmalıdır. Bu imkan yaratmalıdır ki, bizim manqurtlaşmış, özündən biganələşmiş insanlar özünə qayıda bilsin, öz vətənini sevə bilsin, öz dilini, öz kültürünü, öz musiqisini sevə bilsin. Buna imkan yaratmaq lazımdır ki, bir millət var olsun. Çünki onun əks siyasətini Fars faşizmi aparır. Azərbaycan türkünü inkar edir. Bu açıdandır ki, 21 fevral Dünya Ana Günü münasibəti ilə və o günün kutlanması üçün göstərilən bütün təşəbbüslər olduqca önəmli təşəbbüslər idi. Nəticəsinin nə olmasından asılı olmayaraq bir məsələ sübut oldu ki, Azərbaycan türkünün ziyalıları, şəxsiyyətləri Azərbaycan türkünün var oluşunu və onu var eləyən nədənlərin nə olduğunu yaxşı bilirlər. Bilirlər ki, bir millətin əgər dili yoxdursa, artıq o millətin var olmasından danışmaq olmaz. Ona görə də bizim dil haqqımızı savunurlar. İstənilən şəraiti, baskını nəzərə alıb o haqqı savunurlar. Və bu çox önəmlidir. Haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə bu açıdan məsələlərə yanaşmalıyıq. Bir millətin var oluşu üçün nələr etməliyik? Necə mübarizə aparmalıyıq? İndi vəziyyət ağırdır deyinə dinməməliyik, ancaq susmalıyıq. İndi baskılar çoxdur deyinə heç bir şəraitdən, imkandan faydalanıb haqqımızın nə olduğunu bəyan etməməliyik, danışmamalıyıq, gündəmə gətirməməliyik. Xeyr, əksinə bizə və bizim bir millət olaraq varlığımıza yönəlik bütün imkanları dəyərləndirməliyik ki, bu imkanlar çərçivəsində bir millətin haqqı savunulsun. Bir millətin gələcəyi savunulsun. Və bu o deməkdir ki, bizim aparacağımız fəaliyyətlər elə bir çərçivədə olmalıdır ki, bütün imkanları nəzərə alıb o imkanlardan faydalanma haqqını və o haqdan necə bəhrələnməyi öyrənməyimiz lazımdır. Bu barədə mən baxdım ki, müxtəlif bəyanatlar verdilər. Bizim milli fəallarımız ki tutuldu, həbs olundu, onların azad olunması üçün və dil haqqının verilməsi üçün. Belə bir bəyaniyə var idi ki, yazır ki, mətn-i bəyaniye cəmiyyət şüara, nevisəndگان və fəalan fərhəngi Azərbaycan در مورد اتفاقات روز جهانی زبان مادری. Ana dili günü 21 fevral 2 İsfəndə və o günlə ilgili aparılan fəaliyyətlər çərçivəsində yaşanan o hadisələrə görə Azərbaycanın yazıçıları, şairləri
ve fəalları bir beyaniye yaymışlar. Beyaniyede yazır ki 22 fevri musadif ve 2 اسفند از سوی سازمان علمی فرهنگی و اجتماعی مجمع تشکیلات سازمان ملل متحد یونسکو با حضور نمایندگان کلیه کشورها در راستای تکریم همه فرهنگ‌ها، اقوام، زبان‌ها و گویش‌ها به عنوان روز جهانی زبان مادری تعیین شده است و جمهوری اسلامی ایران نیز همواره خود را مدافع حقوق اقوام ایرانی می‌داند. اصل 15 قانون اساسی جمهوری اسلامی ایران نیز تصریح می‌کند که استفاده از زبان‌های قومی و محلی در مطبوعات و رسانه‌های گروهی و تدریس ادبیات آنها در مدارس در کنار زبان فارسی آزاد است. Ve bu girişte böyle bir şeyler ki herhalde Dünya Ana Dili Günü ve o günün kutlanması bütün ülkelerde kutlanır, bütün ülkelerde qeyd olunur ve bu qeyd olunma günü hem de o imkan yaradır ki o müxtəlif millətlərin və yaxud etniklərin dilləri, dil problemləri və digər məsələləri gündəmə gəlsin və İran adlanan ölkənin də, yəni bu rejimin də müxtəlif o qanunlarında və 15-ci maddəsində də orada yaşayan qeyri-fars millətlərin də öz ana dilində yazıb oxumaları azaddır və bu haqq onlara tanınır. Hər halda o 15-ci maddənin nə qədər naqis olduğunu nəzərə alsaq belə, bu etiraf ki, İran adlanan ölkədə başqa etniklər var, bu özü məsələnin bir ayrı boyutudur. Yəni İran dedikdə orada yaşayan müxtəlif millətlərdən söhbət gedir. Və bu o deməkdir ki, bu günləri əgər İran adlanan ölkədə bir dil, bir kültür, bir musiqi, bir ədəbiyyat, bir kitab, bir yazı, bir məktəb mövcuddursa və o fars dili, fars ədəbiyyatı, fars musiqidirsə, demək ki, bu rejim irqçi rejimdir, nicadpərəst rejimdir və təbiz nicadi edir. Çünki onun anayasasında verdiyi ən minimum haqq belə icra olunmur, tanınmır. O yüzden de belə bir məktubda yazırlar ki, Doktor Həsən Ruhani, Rəis Cumhuri Muhterəm, Dərbənd çağrı bəyaniye şumarı 3 خیش yani Həsən Ruhaninin در مورد حقوق اقوام ادیان و مذاهب که در 9 خرداد 1392 منتشر شده قول تدریس زبان مادری به طور رسمی در سطوح مدارس و دانشگاه ها و اجرای کامل اصل 15 قانون اساسی جمهوری اسلامی ایران همچنین در بند 5 همان بیانیه قول تقویت فرهنگ و ادبیات اقوام و پیشگیری از زوال و نابودی آنها را دادند. می توان به موارد فوق الذکر قول مساعد رئیس جمهوری مبنی بر ایجاد فرهنگستان زبان و ادب ترکی آذربایجانی در دیدار با مردم تبریز را نیز ezafe nemud. Bakın burada önemli mesele nedir? Önemli mesele odur ki Həsən Ruhani'nin seçkiler dönemi verdiği vədləri bu ziyalılar, bu faallar bir daha gündeme getirirler. Ki sen bu vədləri vermişsən. Filan bəyaniyə yayanda onun 4-cü bəndində demişsən ki ibtidai sinifdən danışgaha qədər orada yaşayan qeyri-fars millətlər öz ana dillərində yazıb oxuma haqqına sahib olacaqlar. Sonra həmən bəyaniyenin 5-ci maddəsində demişsən ki, orada yaşayan qeyri-fars millətlərinin kültürləri, ədəbiyyatları və bu ədəbiyyat və bu kültürün qorunub saxlanılması üçün bütün tədbirlər, imkanlar veriləcək. Yəni, ona büdcə ayrılacaq. Azərbaycanın musiqisinə, Azərbaycanın tarixinə, Azərbaycanın bütün o fərhəngi, tarixi, deyək ki, o dəyəri olan bütün məsələlərinə büdcə ayrılacaq və qoymayacaqlar ki, o nabud olsun və yaxud aradan geçsin.
Ama gidip bir musiki kilası biri açırsa da onu vurup qapısına kilit vurup və yaxud o musiki deyək ki, kilası açanı həbs eləməyəcəklər. Ki, çox təəssüf, bu günləri İran adlanan ölkədə bu hadisələr baş verir. Amma buna baxmayaraq, bu kimin vədlərin yenidən gündəmə gətirilməsi, istənilən şəraitdə gündəmə gətirilməsi və bu tərəfdən də qeyd olunması ki, bəs Rəis Cümhur Həsən Ruhani faşist demişdi ki, Azərbaycan türkçəsində Fərhəngistanın o mədəniyyət mərkəzinin açılması nəzərdə tutulur və bu yerinə yetiriləcək məsələsini bir daha gündəmə gətirirlər. Bu o anlamdadır ki, biz bir millətin varoluşuna yönəlik haqlarımız nədir artıq bilirik. Yəni bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız, faallarımız bilirlər ki, bir millətin əgər dili, kültürü, mədəniyyəti, musiqisi qorunub saxlanılırsa o millət var olacaq. Bunun üçün də bu haqlar verilməlidir. Nəyin bahasına olursa olsun verilməlidir. Və bütün imkanlardan istifadə edib bu haqlar tələb olunmalıdır ki, çox gözəl şəkildə bu haqları bu insanlar gündəmə gətiriblər. Yəni o içərinin şərtlərinə uyğun olaraq çalışıblar ki, bu haqdan danışsınlar və bunu savunmağa cəhd eləsinlər. Bu mənada çox önəmlidir ki, biz o bəyaniyənin nədən ibarət olduğunu düşünək, daşınaq və biz də bunu Günas TV olaraq gündəmə ona görə gətiririk ki, millət olaraq biz bilək ki, bir millətin varoluşundan söhbət gedir. Əgər fars faşizmi çalışır bizi məhv eləsin, biz də onun apardığı siyasətin icraçısına çevrilməyək. Biz də bir-birimizi öz aramızda bir-birimizi təxrib eləyib, onun qazanmasına, fars faşizminin apardığı siyasətin qazanmasına şərait yaratmayaq. Biz elə eləməliyik ki, fars faşizmi bilsin ki, Azərbaycan milli hərəkatı ilə bağlı fəaliyyət göstərən insanlar bir millətin varoluşuna yönəlik fəaliyyət göstərirlər. Bir millətin varlığına yönəlik fəaliyyət göstərirlər. O mənada haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə, o deməkdir ki, biz bütün imkanları, şəraiti, şərtləri dəyərləndirib, haqqımızın ən minimumunu belə necə gündəmə gətirməliyik, onu başarmalıyıq. Onu gündəmə gətirməliyik. Və bunun üçün bir milli səfərbərlik hazırlamalıyıq. Bütün insanlar, imkanı olan faallar bu işə qoşulmalıdır. Bu mənada bu kimin bəyaniyələrin verilməsi çox önəmlidir. Yazır ki, fəalan fərhəngi, mədəni Azərbaycan ba niqab məvaridi bala, həmçinin ba inayət به تجربیات تلخ سالهای قبل از اواسط دی‌ماه سال 1393 تصمیم به اخذ مجوز برای گرامیداشت و پاسداشت زبان مادری خود گرفتند. در این راستا کمپینی در فضای مجازی اینترنتی با عنوان کمپین اخذ مجوز برای گرامیداشت روز زبان مادری از استانداری فرمانداری تهران ایجاد گردید و گردآوری امضا به صورت ثبت نام اینترنتی به صورت کاملا شفاف. با توجه به این موضوع در استان تهران و برخی شهرستان‌های تابع از جمله شهرستان قلعه حسن خان، شهرستان بهارستان، همچنین شهرهای کرج، قزوین، تبریز و ارومیه درخواست‌های کتبی با امضای اشخاص حقیقی با پشتوانه امضاهای گردآوری شده در کمپین تقدیم استانداری‌ها یا فرمانداری‌های این şəhərha gərdid. Bax, bu çox önəmli. Düşünün. Ana dilinin kutlanması üçün o mədəni, kültürel faallar
və yaxud özlərini o cür adlandıran insanlar çıxırlar öz adları ilə, öz imzaları ilə deyirlər ki, Azərbaycan türkünün ana dilində, öz ana dilində oxuma haqqı var, yazma haqqı var, tədris eləmə haqqı var və bu haqqı savunmaq üçün dünya ana gülünün kutlanması gərəkir. Çünki bu haqq bizə verilmir, yasaqdır və biz mücəvvəz istəyirik. Şəffaf şəkildə mücəvviz istəyirik, rəsmi. Yəni o rejimi yükləmək lazımdır. O rejimin boynuna qoymaq lazımdır ki, sən bir milləti inkar eləyə bilməzsən, bir millətin varlığını inkar eləyə bilməzsən, bir milləti yoxdan görə bilməzsən. Bu mənada çox önəmlidir. Yəni biz varoluşumuza doğru necə addım atmalıyıq? Əgər onu bilsən, kəsin əmin ola bilərik ki, bizim düşmanlarımız bizi inkar eləmək gücünə sahib deyirlər. Bu mənada önəmlidir. Ona görə də bu kimi bəyaniyələrin yayılması, bu şəkildə ki, mən öz imzamı atıram, heç bir şəkildə qorxmuram da, çəkinmirəm də, çünki millət olaraq bu mənim haqqımdır və bu haqq verilməlidir və bunun gündəmə gətirilməsi böyük bir mesajdır. Həm millət olaraq bizə gələcəyimizin varoluşu üçün, həm düşmanımıza ki, bilsin, bu milləti artıq alladıb, bu millətə saxta bir kimlik verib, bu millətə ay sən elə Farsdan dönməsən, sən elə ariyayısən, sənin dilin də elə ariyayıdır, o dildən gəlibdir, oradan şaxələnibdir, nə bilim, siz heç türk deyirsiniz, türklük sizə yaraşmaz, sizlik deyil. Və bu kimin saxta tarixlər, saxta sözlər əsasında bir milləti əsir kimin illərdir ki, saxlama siyasətləri artıq davam etməyəcək. Edə bilməz, etdirə bilməzlər. Bu mənada biz görürük ki, bu kimi məsələlərin gündəmə gəlməsi iki tərəfdən qazancdır. Bir tərəfdən bir milli səfərbərlik yaranır, bir millətin varoluşu üçün, bir tərəfdən də Fars faşizmi artıq başa düşür ki, Azərbaycan türkünü və orada yaşayan qeyri-Fars millətlərini artıq bundan sonra əzə bilməz, inkar eləyə bilməz. O mütləq məcburdur, enində, sonunda bu millətin haqqı ilə razılaşsın, onu rəsmiyyətə tanısın. Tanımasa, məcbur olacaq, gedəcək. Məcbur olacaq. Başqa yolu qalmayacaq. Çünki artıq bu tərəfdən bir millət öz haqqı nədir bilir. Onu savunur və bir milli səfərbərlik var. Bu mənada deyirdik. Haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə, haqqımızın nə olduğunu bilib, bir milli səfərbərlik yaradıb, o istiqamətdə gedib, haqqımızın əldə olunması üçün bir milli mücadilədən bəhs aparıb, söhbət aparıb, təşkilatlanıb və bu istiqamətdə hərəkət etməliyik. Bu olursa, sözsüz ki, qeyd etdiyimiz kimi, dəyərli məqamların gündəmə gəlməsi məsələsi həmişə bizim milli azadlıq hərəkatımızın gündəmində olacaq. Və o da bir millətin varoluşuna yönəlik aparılan mübarizələrin metodlarıdır. Bu mənadadır ki, bu kimi bəyanatların yayılmasına biz önəm veririk və düşünürük ki, istənilən şərtlərdə bir millət öz haqqını savuna bilər, öz haqqını almağa cəsarət eləyə bilər və çalışa bilər. Ona görə də baxıb görəndə ki, bu bəyanatı verən insanlar şəffaf şəkildə öz adlarını yazırlar, şəffaf şəkildə məsələlərini gündəmə gətirirlər, bu çox sevindiricidir. Biz ümid eləyərdik ki, bu kimi yanaşmalar
bütün meselelerde öz əksini tapsın. Bütün meselelerde, yani bizim vətəndaş olarak, vətəndaş hüquqlarımızın harda pozulmasından aslı olmayaraq, necə pozulmasından aslı olmayaraq, əgər şəhərimizdə işsiziksə, əgər yoxsulluq varsa, əgər bizim şəhərimizə baxmırlarsa, bizim kətlərimizə baxmırlarsa, bizim insanlarımızın vəziyyətinə baxmırlarsa, hər bir yere bakırsınız, problemle rastlaşırsınız ve görürsünüz ki her şey tökülüp kalıptı, buna hiç məhəl koyan yoktu. O zaman ağlımıza bu gelecek ki bir millet öz varoluşu için bir milli səfərbərlik yürütməlidir ve hakkını savunmalıdır. Ve bu rejim istenilen formada ne kadar baskı eləsə də, eğer bir hak tələb olunursa onun qarşısında susmaq zorundadır və o haqla barışmaq zorundadır. Bu mənada mən bu nümunəni sizlərlə paylaşdım ki, görəsiniz ki, nə qədər əhəmiyyətlidir. Nə qədər əhəmiyyətlidir ki, biz öz məsələlərimizi gündəmə gətirək və deyək ki, bizim millet olarak varoluşumuza yönelik istekler budur ve bu istiqamətdə hərəkət eləməliyik. Çünkü əks təqdirdə, baxın, sadə sizə bir nümunə. Keçənlərdə oxuyurdum, yazır ki, Şeyx Məhəmməd Xiyabaninin məzarı dağıdılır, baxımsız vəziyyətdə. Tehranda Şeyx Məhəmməd Xiyabanının məzarı təxrib edilib, dağıdılır. O məzara qoymurlar, yəni o insanın, Şeyx Məhəmməd Xiyabanı ki, Azərbaycan tarixində böyük şəxsiyyətdir. Azərbaycan tarixində böyük işlər görübdür. Öz zamanına görə, öz şəraitinə görə, öz şərtlərinə görə, öz hər halda o dini, siyasi inancına, baxışına görə. Dəxli yoxdur. Pis də olsa, yaxşı da olsa, nə olursa olsun, o Azərbaycan tarixinin bir hissəsidir. Biz qərar verməliyik. O tarixə münasibət nə olmalıdır, necə olmalıdır. Amma o şəxsiyyətin, Azərbaycan şəxsiyyətinin Tehranda bir məzarı olsun. Sonra da o məzar təxrib olunsun. Üstünə gətirsinlər, aşqal töksünlər. Nə töksünlər, nə töksünlər və o vəziyyətə salsınlar, bu yol verilməzdir. Əgər bu rejim, hər halda Şeyx Məhəmməd Xiyabanı bir ruhani bir insan idi. Bir ruhaniyə münasibəti budur, yəni bu ideolojik rejimdir də. Əgər Azərbaycan türkünün şəxsiyyətinə bu formada münasibəti varsa, hələ onun dini şəxsiyyətinə, baxın görün, Azərbaycanın keçmiş tarixində olan, tarixini yaradan, tarixini yazan şəxsiyyətlərinə münasibəti necə ola bilər? Yəni, Azərbaycanın qüruruna, mənliyinə yönəlik, varlığına yönəlik nə varsa məhv olunmalıdır. Aradan getməlidir, təxrib olunmalıdır. Baxın, bir nümunə. Bu nümunəni ona görə gətiririk ki, əgər bu rejimin qarşısında sussaq, olacağı budur. Başqa yolu yoxdur bunun. Çünki bu rejimin işi budur, siyasəti budur. Aparılan Azərbaycan türkünün təxrib olunması, məhv olunmasına yönəlik siyasətlərin davamını bu rejim aparır. Və bu günə kimində bu siyasəti davam etdirir. Bu mənada bu kimin nümunələri biz göz önünə alıb düşünməliyik. Keçənlərdə çox maraqlı bir yazıya rastlandım. Baxdım ki, yazır ki,
نژادپرستی گروه موسیقی فارس نسبت به ملت ترک. Bir musiki grubu, 2 dənə fars. Biri kemança çalır, biri də tar çalır. Bunlar daha əllərindən heç bir iş gəlmir sanki. Oturublar, fikirləşiblər, nə eləyək, nə tər eləyək? Fikirləşiblər, musiqi çala-çala, oxuyaq və burada türklərə söyüş söylək. Türkləri təhqir eləyək. Deyən yoxdur, axı sən ki, məsələn, musiqiçisən, oxuyursan, nəyə lazımdır? O qədər şeir var, o qədər muğamat var, o qədər muğamat üçün bəs, nə bilim, yazılan şeirlər var hər halda. Onlardan niyə istifadə eləmirsən yaxşı-yaxşı şeylər? Gəlib elə bütün işi gücü atmalısan, türkü təhqir eləmək üçün musiqi icra eləməlisən, oxumalısan. Musiqi adı altında Azərbaycan türkünü və yaxud türk millətini təhqir eləməlisən. Bu, hardan gəlir bu kültür? Bu mədəniyyət hardan gəlir? Bu yanaşma tərzi hardan gəlir? Bu düşmənçilik, bu nəcadpərəsti siyasəti hardan gəlir? Düşüncəsi hardan gəlir? Baxın, haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə, bayaq dedik, minimum haqqımızı belə, yəni ana dilində təhsil alma haqqını, əgər savunmasaq, müdafiə eləməsək, tələb eləməsək, o rejim zaten onu istəmir, Fars faşizmi zaten onu istəmir, onu əzməyə, onu inkar eləməyə çalışır. Bu tərəfdən də bir Arya irqinin üstünlüyünü təbliğ eləyir və Arya irqinin üstünlüyündə də bu var ki, Türk təhqir olmalıdır. Ərəb təhqir olmalıdır. Və baxırsınız ki, artıq küçələrdə ölüm olsun ərəbə şuarı yazırlar. Türkə qarşı şuar yazırlar. Yazır ki, bu این گروه که ولشدگان نام دارد با ساخت یک آهنگ در آن به ترک‌ها pis hər halda söyüşlər söyüblər. Mutabık məmur رسانه‌های فارسی زبان یا از آنها حمایت کردن و یا سکوت کردند. این گروه نیز مانند موارد قبلی نژادپرستی علیه ملت ترک ویدیو را از فیسبوک خود پاک کرد و ادعا کرد که در آن منظور از ترک زیبای روی بوده است. Yəni təsəvvür eləyin ki, güya indi Türk etiraz olandan sonra bir sıra insanlar etiraz elədi buna. Etiraz olandan sonra bunlar onu götürdülər Facebook səhifələrindən və dedilər ki, orada Türk deyəndə yəni xoş görünüşlü, gözəl. Deyən yoxdur, yaxşı, bir gözəl dediyin bir insana əgər deyirsənsə, o mənada o Türk sözünü istifadə edirsənsə, bilirsən ki, sənin yaşadığın İran adlanan ölkədə 35 milyon Azərbaycan türkü var. Onu bilmirsən, bilirsən ki, qonşunda milyonlarla Türk var. Bu qədər kültürsüz, mədəniyyətsiz gərək olasan ki, bir millətin varlığını ifadə edən bir sözə gətirib başqa bir ad qoyub ona təhqir edici söyüşlər söyüb və onu musiqi, dırnaqarası musiqi adı altında oxuyasan və yayasan. Bu belə çıxır ki, biz farsların hansısa formada varlığına yönəlik təhqir edici işlərlə məşğul olaq ki, bugünə kimin Azərbaycan türkünün kültüründə, mədəniyyətində belə bir şey olmayıb. Ona görə də biz deyirik, biz sizlə heç vaxt düşman deyilik, düşman olmamışıq, düşman kimi sizi görmürük, görmək də istəmirik. Amma biz deyirik ki, Azərbaycan türkünün varlığına yönəlik haqları verilməlidir və biz bunu tələb eləyəcəyik. Nəyin bahasına olursa olsun tələb eləyəcəyik.
Ama bakın, görün, bir taraftan bu rejim o şekilde siyaset aparır, bir taraftan da belə bir kültür yaradırlar ki, Arya irqi, Farslar her şeyden üstündüler, tarih boyu bunlar üstün olublar, bütün dünya bunlara boşludur, bunların dili artık cihani olmalıdır, bunların kültürü, musiqisi cihani olmalıdır, özlerine bir yalancı bir dünya qurublar, özlerini de bizi de bədbəxt edirlər. Bu mənadadır ki, biz gedən proseslərə dəqiq baxmalıyıq. Gedən məsələlərə dəqiq baxmalıyıq. Baxın, Misaq-ı Beynülmileli həsf tamam əşkal nicatpərəsti, irqçiliyə yönəlik bütün, yəni irqçiliyin aradan aparılmasına yönelik bütün ne varsa ki irqçiliyi, nicatpərəstini özündə ifadə edir, onların aradan götürülməsi lazım. Onlar aradan götürülməlidir. Əgər iki nəfər özünə cürət verir, iki fars, Azərbaycan türkünü musiqi ilə təhqir eləsin. Əgər bir stadyumda farslar özlərinə o cəsarəti tanıyırlar ki, bir millətə anabacı söyüşü söysünlər. Əgər İranın mətbuatı, ruznaməsi özünə o icazəni, o cəsarəti verir ki, Azərbaycan türkünü təhqir eləsin, ona karikatur çəksin. Onu böcəyə bənzətsin. Əgər İranın radyo, televizyonu özünə o cəsarəti verir ki, müxtəlif seriallar, filmlər çəksinlər və burada Azərbaycan türkü aşağı nəqşlərdə, təhqir olunan nəqşlərdə aşğalçı, zibilçi, süpürgəçi kimi göstərilsin və təhqir olunsun. Abdarçı, nə bilim çay aparan, çay gətirən, qəfəçi. Yəni o şeylər ki, onun üstünə bir təhqir qoyulmalıdır. Qoyma imkanı onlar özlərini tanıyırlar. Bütün bu kimi rolları Azərbaycan türklərinə verib və onları təhqir eləmək. Hətta işi elə yerə gətiriblər ki, Xameneyinin belə qarşısında Azərbaycan türkünü təhqir eləyəcək şeirlər oxuyurlar. Və o da deyir, bəh, 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 bəh. Bu qədər rəzildilər bunlar. Bu qədər bunlar faşistdilər. Halbuki İran adlanan ölkə dedikdə bu günləri hər halda hüquqi olaraq bir ölkədir, bir siyasi sistemdir, bir siyasi rejimdir, bir dövlət olaraq rəsmiyyətə tanınan bir rejimdir. Və o, bu kimin bəyaniyələri, Misaq-ı Beynəlmiləlini qəbul eləyibdir ki, bizdə nicatpərəsti yoxdur. Biz nicatpərəst deyilik. Onda deyəndə əgər deyirsinizsə, bəs bu qədər hadisələr nədir? Və niyə baş verir? Və niyə Azərbaycan türkünün və orada yaşayan qeyri-fars millətlərinin haqları verilmir? Baxın, deyir ki, با در نظر گرفتن منشور جهانی حقوق بشر مبنی بر این که تمام انسانها آزاد آفریده شدند و از نظر حیثیت و حقوق با هم برابر هستند و نیز همه حق برخورداری از تمام حقوق و آزادی‌های مندرج در منشور را بدون در نظر گرفتن هر نوع امتیاز ویژه‌ای مثل نژاد، رنگ یا منشأ ملی دارند. با در نظر گرفتن اینکه همه انسان‌ها در مقابل قانون برابر هستند و حق دارند در مقابل هر نوع تبعیضی و تحریک تبعیض آمیزی به طور برابر از حمایت قانuni برخوردar گردند. Gördünüz? Burada deyir ki, insan haqlarına, haqları bəyannaməsinə, bəyaniyəsinə uyğun olaraq, onu nəzərə alaraq heç bir insanın şəxsiyyətinə, heysiyyətinə, varlığına, insani dəyərlərinə təhqir oluna bilməz. Onun irqinə, nicadına, rənginə yönəlik təhqir oluna bilməz.
ve kimse öz irqini, necadını üstün bilib başqalarını əzə bilməz. Fars özünə Arya deyib, hər şeydən xun-i pak Aryayı deyib, hələ də utanmırlar. Radyo televizyonlarında deyirlər. Hələ də utanmırlar, xəcalət çəkmirlər. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Təmiz qan. Xun-i pak Aryayı da elə bir brend kimin gedir də özləri üçün. Bu qədər bunlar necat pərəstdirlər. Bütün bunlar hamısı yasaqdır. Və deyir ki, əgər bütün bu məsələləri özündə əhatə eləyən, ifadə eləyən təhqir edici davranış varsa, qanun qarşısında o cavab verməlidir. Bu mənada əgər bu iki musiqiçi dırnaqarası dediyimiz adamlar Azərbaycan türkünü, türk millətini təhqir eləyirsə, onun irqinə, onun kimliyinə, onun necadına, onun millət olaraq milli dəyərinə təhqir edici ifadə işlədirsə, bu qanun qarşısında bunlar cavab verməlidir. Buna yönəlik bizimkilər susmamalıdır. Bunlar hardadır? Tapılmalıdır. Bunlara başa salınmalıdır ki, belə qələti eləyə bilməzsiniz. Bu mənada misaq-ı beynəlmiləlliyə həsf tamam əşkal təb'iz necadi dediyimiz o misaq çox önəmlidir. Ki bu dünyada BMT-nin Birləşmiş Millətlərin qəbul etdiyi bir qərardır və İran adlanan ölkə müvəzzəfdir bunu icra eləsin. Bu mənada bizim ziyalılarımızın, faallarımızın əllərində əsas var ki, nədən bu kimin, bu tipdə insanlar radioda, televizyonda, ictimai şəbəkələrdə, qəzetlərdə, ruznamələrdə Azərbaycan türkünə yönəlik, türkə yönəlik təhqiramiz ifadə və yaxud fəaliyyətdə bulunurlar. Bunun qarşısı alınmalıdır artıq. Buna dur demək lazımdır. Haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə həm də bunu deyirik. Bizim millətə yönəlik bütün təhqirlərin qarşısı alınmalıdır artıq. Artıq buna yox deməliyik, dur deməliyik. Yetər deməliyik, bəsdir bu qədər cök, bəsdir bu qədər təhqir edici ifadə, bəsdir bu qədər təhqir edici rol, nəqş verdilər türklərə, Azərbaycan türkünə, onun dilini, musiqisini, hər şeyini təhqir edirlər bunlar. Bu mənada biz bilməliyik ki, nəyi savunuruq? Ona görə də mən bu bəndləri oxuyuram. Ya bu mətnin bəzi hissələrini sizlərlə paylaşıram ki, biləsiniz ki, biz nə qədər imkanlara sahibik ki, bir millətin varoluşuna yönəlik mübarizəmizdə o imkanlardan faydalanıb bir milləti var eləyə bilərik. Bir millətin yox olunma siyasətinə qarşı, yox edilməsi siyasətinə qarşı çıxa bilərik. Fars faşizminin apardığı siyasətə qarşı çıxa bilərik. Çünki bizim əlimizdə bütün bu kimi imkanlar var. Baxın, ba در نظر گرفتن منشور سازمان ملل متحد مبنی بر حذف فوری تمام اشکال تبعیض نژادی 20 نوامبر 1963 در سراسر جهان و نیز ابراز ضرورت حفظ تفاهم و رعایت حیثیت فرد انسانی با اعتقاد به اینکه نظریه برتری نژادی به طور علمی اشتباه است و آن چیزی جز بی‌عدالتی اجتماعی نیست و اخلاقاً خطرناک و قابل محکوم کردن می باشد، بنابراین چه در تئوری و چه در عمل هیچ توجیهی برای تبعیض نژادی وجود نخواهد داشت. Bakın, bu çok önemli. 1963 ilin, yani 63. ildə
BMT-nin, Birləşmiş Millətlərin çıxartdığı qərara əsasən ki, təb'iz-i nicadi, irqçiliyə yönəlik bütün o davranışlara dərhal son qoyulmalıdır. Orada əlavə eləyir ki, insanların fərdi və yaxud da toplum haqlarının qorunması üçün bu məsələlər gündəmə gətirilməlidir və bütün o təb'iz-i nicadiyə yönəlik davranışlar həsf olunmalıdır. Dərhal, fori və əlavə eləyir ki, irqə yönəlik, nicada yönəlik istənilən nəzəriyyənin elmi əsası yoxdur. Yəni, əgər bir dənə fars durur, deyir, mən ariyayı həstəm, xun-i pak ariyayı və başqa millətləri də alladırlar. Özünü manqurtlaşmış, hər halda manqurtlaşan insanları deyir. Onlar da elə bilirlər, elə onlar da ariyaydı, xun-i pak ariyayı daşıyırlar. Bunlar bilməlidir ki, bunun elmi nəzəriyyəsi belə iştibahdır. Yanlışdır, xətərnakdır, təhlükəli işdir. Çünki deyir ki, با اعتقاد به این که نظریه برتری نژادی به طور علمی اشتباه است و آن چیزی جز بی‌عدالتی اجتماعی نیست و اخلاقا خطرناک و قابل محکوم کردن می باشد. یعنی اخلاق olarak təhlükəlidir. İctimai ədaletsizlikdir və bu məhkum olunmalıdır. Hər bir insan tərəfindən məhkum olunmalıdır. Əgər bir insan özünə ariyay deyir, necad-ı pak ariyay deyirsə, o adam artıq bilin ki, necad pərəstdir. Və bu təhlükəli adamdır. Bu adama sadəcə üsyan eləmək lazımdır. O siyasəti aparan, onu yaygınlaşdıran, onu o kütləyə yayan, onu təbliğ eləyən rejimə qarşı çıxmaq lazımdır. Ki sən nədən Kuroşu, Dariyuşu, o birsin silsilə-i Əxamənişini gətirib necad-ı pak ariyayı eləyib də başqa millətləri burada əzirsən? Nədən necad pərəsti siyasətini yayırsan? İrqçiliyi eləyirsən? Təb'iz-i nicadi qail olursan? Baxın, bu çox önəmli məsələdir. Haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə bu kimi məsələləri gündəmə gətiririk ki, biləsiniz ki, biz haqqımızı necə savunmalıyıq? Bu mənada bu çox önəmlidir ki, biz bilək, əgər kimsə özünə onun irqi, necadi bir kimlik əsasında tərif verib, başqa millətləri təhqir eləyirsə, bilin ki, artıq bu necadpərəst bir fərddir, toplumdur, siyasi rejimdir. Və bunun qarşısında durmaq lazımdır. Və deyir ki, با اعتقاد به اینکه وجود تبعیض نژادی در منافات با آمال جامعه بشری است، با اعلام خطر مبنی بر اعمال تبعیض نژادی در بعضی از مناطق جهان و نیز اعمال سیاست‌های برتری نژادی و تبعیض نژادی و جداسازی و تفکیک نژادها از جانب بعضی دولت‌ها که موجب تنفر گردیده است. و علاوه eləyir ki, با تصمیم به اقدامات لازم جهت صورت بخشیدن به حذف تبعیض نژادی در تمام اشکال آن و نیز اعلام مبارزه با نظریه نژادی و جلوگیری کردن از آن در جهت تحقق بخشیدن به تفاهم بین نژادها و ساختن یک جامعه بین المللی تهی از تمام اشکال تبعیض و جداسازی نژادی. Və davam eləyir ki, bu təb'iz-i nicadi, irqçilik bəşəriyyətin amalına, istəyinə, gələcəyinə qarşıdır. Yəni biz Azərbaycan türkləri əgər öz haqlarımızı savunub Fars faşizminə deyirik ki, bizim haqlarımızı məhv eləmək üçün bu qədər nicadpərəstanə siyasət aparmasın, təb'iz-i nicadi əsasında bizim bütün kimliyimizi məhv eləməyə yönəlik siyasətlərə son qoysun. Bu ona görədir ki, biz eyni halda ki özümüzü qoruyuruq, həm də bəşəriyyətin gələcəyinə yönəlik bir xidmət eləmiş olur. Kültürümüzü, dilimizi qoruyuruq.
Dəyərlərimizi, vətənimizi qoruyur. Baxın, görün, yəni biz deyəndə milli azadlıq hərəkatı, milli azadlıq mübarizəsi, Azərbaycan türkünün mübarizəsi bu qədər müqəddəs amallara xidmət edir. Bəşəriyyətə xidmət edən bir mübarizədir. Bizim varlığımıza xidmət edən mübarizə, varlığımızın qorunmasına xidmət edən mübarizə, həm də bəşəriyyətə xidmət edən mübarizədir. Farsların özünə də yaxşıdır. Farslara ki, beyinlərində belə yazıblar ki, baxın, baxıram ki, keçənlərdə bizim dostlarımız çox maraqlı yazıblar ki, İraniyan dəqiqən çi təsəvvüri az be istilah İranı bastan darən. Belə bir sualla maraqlı şeylər yazıblar. Hər halda fikirlər. Burada İraniyan deyəndə təbii ki, Fars kimliyi əsasında özünü İranlı bilən, Fars kimliyi əsasında, Fars tarixi əsasında özünü İranlı bilən insanlara yönəlik ki, konkret olaraq bunlar nicatpərəstdirlər. Arya irqçili eləyənlərdilər. Baxın, deyir ki, İraniyan امروزی تصور میکنند که از هزاران سال پیش سرزمینی به اسم ایران وجود داشته است و در آن مردمی زندگی میکردند که از یک نژاد خالص موبور و چشمابی بودند که حتی آلمانی های امروزی هم به آن رشک میبردند. Təsəvvürə gətirin. Yəni, düşünün. Elə bir fikirləri var ki, yəni biz də xalis aryayik, bizim qanımız təmizdir, gözlərimiz göydür, saçımız da sarıdır. Almanlar belə bizə çatmaz. Amma baxırsınız, qapqara qaradılar, saçları qara, özləri qara. Hindistanlının o 5 betəri. Yəni da zoğal kimi bir şey. Qara. Kömür. Amma iddiasını görürsünüz. Xalis deyir, qanımız var, saçımız belə, qaşımız belə, gözümüz də bu rəngdə. Almanlar da geçsin otursun hələ. Əsl aryayı elə bizik. Baxın, deyir ki, İraniyan امروزی میپندارند که همه مردم جغرافیایی از مصر تا چین از یک نژاد بوده، به یک زبان سخن میگفتند و همه این جغرافیا دست کم 2500 سال است ki mütəlliq به ایرانیان بوده است. Yəni Farslara. Bunlar belə düşünürlər ki, 2500 il bundan qabaqdan bəri Misirdən Çinə qədər orada yaşayan bütün toplumlar, bütün insanlar Farsça danışırmışlar. Fars ədəbiyyat, Fars musiqisi və bütün o coğrafilər də onlarındır. Bax, təbliği görürsünüz. Mən indi deyəcəm, bu hansı əsasda gəlir? Əlbəttə ki, zamanımız da daralır. Və deyir ki, İraniyan تصور میکنند که در دوره باستان یک سیستم بسیار منضبط پادشاهی برقرار بوده و در اقصا نقاط کشور یک سیستم دولتی بسیار منظم با نهادهای مانند آموزش و پرورش، دانشگاه‌ها، بیمارستان‌ها برقرار بودند. Elə bir düşünürlər ki, o vaxtdan 2500 il bundan qabaqdan hər yerdə bir dövlət sistemi olubdu. Hamının maaşı veribdi, pulu veribdi, da her şey ay bay tıkır tıkır işləyibdi saat kimi. Heç bir problem yoxdu. Hamının belə düzgün ictimai ədaləti, hüquq-u bəşəri, nə bilim nəyi, hər şey var imiş. Məktəbləri, danışgahı. Yəni belə bir təsəvvür. Sonra bütün başqa dünyada millətlər nə varsa, dillər nə varsa, musiqi, ədəbiyyat nə varsa, hamısı deyirlər boş şeydir. Huner nəzdə İraniyan است و bəs. Baxın. Sonra baxırsan bunun hünəri nədir, özü nədir, dili nədir, kimliyi nədir? Görürsən ki, elə hər halda bir çərçivədə sıxışıb qalıblar da. Yəni özləri üçün bir şeyləri ola bilər. Amma durub onu üstün bir dəyər olaraq başqa millətləri əsarətdə saxlamaq üçün gündəmə gətirmələri, onu kültür haline getirmeleri, onu yaygınlaştırmaları, gazetelerde, ruznamelerde, radyoda, televizyonda yaymaları hakikaten gülünçtü.
həqiqətən artıq nicat-pərəstinin nə olduğunu, o mahiyyəti özündə barındırır. Və bu siyasətin maalesef 90 ildir Fars və Arya irqi çərçivəsində həm Pəhləvi rejimi, həm də Molla rejimi aparmaqdadır. Və bu mənadadır ki, biz deyəndə ki, haqlarımızın qorunması üçün bütün imkanlardan faydalanmalıyıq, bu istiqamətə yönəlir. Bu istiqamətə yönəlir ki, əgər biz haqlarımızın nə olduğunu və o istiqamətdə mübarizə aparmasaq, kəsin olaraq bu kimi siyasətlərin yayılması, yaygınlaşması artıq öz nəslimizi dəyişir. Yəni, Azərbaycan türkünün balalarının növbəti nəsli olur İrançı, Farsçı, Aryaçı, artıq o otomatik olur Azərbaycan düşmanı. Otomatik o başlayır Azərbaycana qarşı düşmançılıq eləmək. Otomatik olur Farsın əlində olan vuran silahı, kəsən qılıncı. Bu çox təhlükəli bir məsələdir. Və çox təəssüf ki, bu kimi məsələləri görmək istəməyən insanlar icazə vermirlər bu haqda danışılsın və çalışırlar ki, bütün bu kimi problemləri gündəmə gətirən qüvvələr təxrib olunsun. Və çalışırlar ki, onlara qarşı şər böhtan atılsın. Bu mənadadır ki, biz geniş əhatəli Azərbaycanın problemlərinə baxmalıyıq. Haqlarımızı qorumaq üçün nə etməliyik deyəndə, həm də bayaq dediyim kimi geniş əhatəli baxmağı öyrənməliyik. Ki, bu kültür, bu yanaşma, bu siyasət hardan gəlir və nəyə yönəlikdir? Baxın, deyir ki, İraniyan emruzi mütəsəvvir həstən ki, padşahای آنها ایران باستان همگی به جز یکی دو تا افرادی demokrat, delirən, xungən və bəşərdost budun. Yəni, elə düşünürlər ki, da Kuroş, hüquq bəşəri belə yazdı, filan şey. Deyən yoxdur, 21-ci əsrdir, gündə adam asırsınız, gündə adam kəsirsiniz. 21-ci əsrdir, Ruzi Cəhani Kargər, fəhlə günü, may ayının biri, fəhlələrin ya işçilərin günü olaraq Ruzi Kargər, Ruzi Cəhani Kargərdə. İnsanlar çıxıbdır Tehranda, miting eləyiblər, təzahürat eləyiblər. Orada qaldırdıqları şuarlara baxırsan, şuarlarda yazır ki, kar fərma, həya kon, biqani ra rəha kon. Kar fərma, həya kon, əfqani ra rəha kon. Əfqanlı ki, da bunların özünə, hər halda o əfqanlı deyəndə o bir sıra o Fars mənşəli deyək ki, onlara yaxın deyək ki, insanlar, hər halda bilmirəm, amma özləri Farsların iddia elədiyi və bəzi əfqanların da iddia elədi. Hətta o əfqanlıya belə durub şuar verirlər onun əleyhinə ki, kar fərma, həya elə, əfqanlını ölkədən çıxart, onlara iş vermə, qoyma gəlsinlər, o aclarından ölsünlər. Baxın ha, 21-ci əsrdə görün bunların yanaşmasına bax. Güya işsizliyi o əfqanlı yaradır. Onun da əfqanının işi nədir? Quyu qazmaqdır, çöllərdə işləməkdir. Yəni, ən ağır, heç bir Farsın və yaxud orada yaşayan hər halda o işi görməyə cəsarət eləmədiyi işdir. Adam mühəndis deyir, adam nə bilim tikinti işində belə nəsə bir normal bir işlə məşğul olan deyil. Ən ağır işi o insana verirlər. Bərdə kimin, kölə kimin işlədirlər. Hələ üstəlik deyirlər ki, onu da ona verməyin. 21-ci əsrdən danışıram. Bu baş verib 5 gün bundan qabaq.
baş verib may ayının 1-də 5 gün bundan qabaq baş verir. Bu farslar ki iddia edirlər, necat pərəst nə istəyim, nə bilim nə istəyim, hüquq-u bəşər nəzd İraniyan است و bəs, Kuroş babamız belə yazdı hüquq-u bəşəri, 21-ci əsrdir, iddia elədikləri də o 2500 illik tarixdən də bəri, bunların durumu budur, günü budur. Bunlar durub iddia eləyə bilməz, biz bəşəriyyətin haqqını qoruyuruq. Biz necatpərəst deyirik. Biz insanlara qarşı hörmətimiz var. Bunu iddia eləyə bilməzlər. Kəsinliklə əgər dünyada bir millət varsa ki, insanlıqdan müdafiə eləyə bilməz, elə bu fars faşizminin təmsilçiləri və onu müdafiə eləyən insanlardır. Çox təəssüf. Çox təəssüf ki, biz də millət olaraq belə bir durumda qalmışıq ki, bu fars faşizmi dediyimiz düşüncə, kültür, siyasət bizə hegemondur və bu günləri bütün imkanlarımızı, bütün haqlarımızı bizdən almağa çalışır. Bu mənada mən bu kimin misalları çəkdim. Əlbəttə ki, çoxdur. Sadəcə olaraq zamanımızı nəzərə alaraq çalışdım ki, qısa bu məsələlərə toxunum və bunu sizlərlə, siz dəyərli millətimizlə paylaşım ki, biz əgər bir millətin varoluşuna yönəlik, varlığına yönəlik mübarizədən danışırıqsa və bu mübarizəni aparan insanlardan danışırıqsa, bu ona yönəlikdir ki, biz bilək, istənilən şəraitdə, istənilən vəziyyətdə bir millət öz varlığını qorumaq üçün əlindən gələni etməlidir. Bir millətin ziyalıları, gəncləri əlindən gələni etməlidir. Və bu çox önəmlidir. Milli haqlarımıza sahib olmaq üçün, insani haqlarımıza sahib olmaq üçün, vətənimiz Azərbaycana sahib olmaq üçün, kimliyimizə, mədəniyyətimizə, dilimizə sahib olmaq üçün milli səfərbərlik lazımdır. Bu səfərbərliyi aparan, bu səfərbərliyi gündəmə gətirən, bu səfərbərliyi özündə ehtifa eləyən mübarizə metodu bütün imkanlardan faydalanıb haqlarımızın gündəmə gəlməsindən keçir. Biz haqlarımızı gündəmə gətirməliyik. İcazə verməməliyik, çünki rejim tutur, baskı yapır, incidir, zindana salır, töhmət vurur, şantaj eləyir, qorxudur. Bütün bunlar bir baskı olsun ki, ya amandır da deməyək, elə oturaq evimizdə. Çünki əgər evimizdə otursaq, bizim görürsünüz tarixi şəxsiyyətlərimizi, tariximizi, bütün abidələrimizi, musiqimizi, nəyimiz var, hamısını məhv eləyirlər. Üstəlik, bizim gələcəyimizə yönəlik bütün dəyərlərimizi məhv eləyirlər. Gələcək nəslimizi məhv eləyirlər, gənclərimizi məhv eləyirlər. Gənclərimizi öz millətinə düşman böyüdürlər, düşman yetişdirirlər. Sabah farslar oturacaq qıraqda, necə ki o siyasəti hələ də davam edirlər də. Azərbaycanlıları buraxacaqlar qabağımıza, o standarı görürsünüz, fərmandarı görürsünüz, İmam Cüməni görürsünüz. Hamısını gətiriblər, Azərbaycanlı qoyublar, amma bunların davranışına, fəaliyyətinə baxanda Azərbaycanın varlığına, gələcəyinə yönəlik bir müsbət siyasət aparmırlar. Bundan gərək o zəngi xətəri bilək. Bilək ki, təbiiz-i nicadi dediyimizdə bu qədər təhlükələri özü ilə gətirir. Və bunun qarşısında milli səfərbərlik olmalıdır ki, bütün bu siyasətlər dursun və bir millətin varoluşuna yönəlik bir mübarizə aparılırsın. Ümid edirəm ki, bu mübarizədə öncül olan, öncül olması gerəkən gənclərimiz gündəmdə saxlasınlar məsələləri və bütün haqlarımızla bağlı mübarizələrini davam etdirsinlər və sözsüz ki,
öz fikir və təkliflərini də bizə bildirsinlər. Zamanımız olmadığı üçün biz telefonları da aça bilmədik, amma ümid edirəm ki, növbəti verilişlərimizdə zamanımız olacaq, telefonları da açacağıq və siz dəyərli millətimizdən də və tamaşaçılarımızdan da eşidəcəyik. Bizə ayrılmış zamanı artıq zaman sona çatıb və ona görə də mən siz dəyərli millətimizdən ayrılıram və hamınızı Tanrıya tapşırıb sağ olun deyirəm. Sağ olun.